Marneuli Bələdiyyəsinin icra başçısı Alget Ərazi Birliyinin deputatı və Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Alget Kənd 2 saylı İctimai Məktəbinə qonaq oldular. Qonaqlar məktəb pedaqoqları ilə görüşərək Gürcü dilini öyrənək adlı pilot proqramının gedişatı ilə də tanış oldular. Sözü gedən proqramı Prezident Administrasiyasının maliyyə dəstəyi ilə Tiflisin İvani Cavaxişvili adına Dövlət Universiteti həyata keçirir. Layihə aprel ayında başlayıb, hazırda test təlimləri ilə sona çatacaq. Proqramdan əlavə icra başçısı kənddə mövcud problemləri də dinlədi. İcra başçısı ilə söhbət zamanı əsas problem kimi içməli sunun yoxluğu irəli sürüldü. İcra başçısı problemin həll olunacağını dedi. Proqramımız pilotdur, 3 ay davam edir. Proqramın məqsədi Azərbaycanlıların yaşadığı yerlərdə tez müddətdə Gürcü dilinin öyrənilməsidir. Proqramın həyata keçirildiyi prosesi uzun zamandır gəlib görmək istəyirdim. Proqram pilot olduğuna görə səviyyəsi ilə maraqlanırdım. Müəllimlər razı danışırlar, amma 3 ayın yetərli olmadığını deyirlər. Amma proqram davam eləyəcək. Kəndin içməli su problemindən də söhbət getdi. Algetin su məsələsi Rustavi su şirkəti ilə əhali arasında razılıqla həll olunmalıdır. Su pulu borcları var. O ödənsə sakinlərə su veriləcək.